Səhər saatlardır Amalfi ətrafındayım. 10 kilometr kənarda bir qəsəbədəyəm. Bizim maşın burada. Super bir məkandayım. Bura gecə gəlmişdim. Buranın gözəlliyini görə bilməmişdim. Təşəkkür edirəm bu məkan üçün. Polo Travel'a. Həqiqətən peşəkar bir komanda var. Bildirdim, dedim belə mənzərəli yer istəyirəm. Qədim İtaliyanın bu ruhun duymalı bir yer istəyirəm. Super bir mənim üçün kastel tipdə otel qonaq evi tutdular. Baxın, gözəlliyə baxın. Hələ yuxarıdan mənzərələ baxsan, oralar superdir. Belə bir gözəl bir yerdir. Buradan Amalfiyə təqribi 10 dəqiqə yoldur, 15 dəqiqə yoldur. Amalfi mərkəzində özüm istəmədim ki, oradan maşın saxlamağa yer çətin tapılır, parking. Amma bura möhtəşəm bir yerdir. Yeni restavrasiya olunub, amma köhnə formada. Özü də işlədən bir xanımdır. Mənim kimi işlədir, özü fərdin evi kimi, hər şey keyfiyyətdir. Qabı, qacağı, evin özü. Baxın, giriş buradır. Girdin, baxırsan belə. Bu da mən. Otaq da bu formadadır. İndi o tərəfi göstərmədim, dağınıqlı. Və bu da balkon. Bu da gözəllik. Mənzərəyə baxın. Bir daha Polo Travel'a təşəkkür edirəm. Seçim möhtəşəmdir. Və bir də bu qapı, plastik qapına bax, qapıya bax. Görürsən, bizdə var belə, üstü şiponludur. Superdir, super. Baxın, super. İndi öz işimə görə baxıram. Çox qəşəngdir. Evin divarları falan, hamısı əla. Baba, işləmələr. Möhtəşəm, möhtəşəm. Burada mətbəx hissəsidir. Gözəlliyə baxın. İndi baxdım, araşdırdım, bura keçmiş qala olub. Hələ onu restavrasiya ediblər. Səhər yeməkləri də super. Bu formada. Mətbəxə baxın gözəlliyinə. Belə iş görmək olar. Super. Elə bir müasirliyi ilə keçmişi elə inteqrasiya ediblər ki, əladır. Bu qapılar çox xoşuma gəldi. Üstü şipondandır. Çox qəşəngdir. Qəbələdəki evdəki bəzi mebellər bu materialdandır.